Axşamınız xeyir dostlar. Ümid edirəm işləriniz qaydasındadır. Bugün qərar aldım ki, sizə Çin küçə yeməklərini göstərim. Burada artıq axşamdır, saat 9'u keçib və saat 9'u keçəndə bütün Çinin hər bir şəhərində, hər bir yerində street food, Çin küçə yeməkləri bazarı başlayır. Çoxlu sayda. Əlbəttə hər küçədə yoxdur, insanların daha sıx, daha bol olduğu yerlərdə olur. Amma hər bir rayonda bir neçə yerdə, hər bir rayonda, hər bir qəsəbədə bir neçə yerdə Çin street foodu olur. Çox dadlı, çox ləzzətli, çox da ucuz qiymətə və maraqlı təamlar olur. Çox maraqlı təamlar olur. Gedək görəcəyiz. Gəldik, çıxdıq dediyim məkana. Buranı çox yaxşı yaradıblar, çox gözəl ideyadır. Mən Guangzhouda başqa yerlərdə görməmişəm. Yəqin ki, haralardasa var. Amma bura bu ətrafda küçədə alver eləyən, küçədə yemək satan insanların bir çoxunu yığıblar bir araya. Əlbəttə hamısına yer çatmayıb. Burada hardasa 70-80 yer var. Kim qabağa düşübsə gəlib bu yeri tutub və insanlara xidmət göstərirlər. Çox gözəl təamlar olur, sizə deyim. Budur tofu. Elə məkana girərkən ilk rastımıza gələn tofu oldu. Çinlilərin çox bəyəndiyi bir təamdır. Tofu iki cür olur. Biri joy tofudur, biri adi tofu. Joy tofu dediyimiz çox pis iyilidir. Həddən artıq pis iyilidir. O qədər pis iyi gəlir ki, hətta Kitayın böyük şəhərlərində mərkəzdə icazə vermirlər tofunu satmağa. Çox pis iyi gəlir, amma Kitaylılar bəyənirlər. Kitaylılar bəyənirlər, alırlar, yeyirlər. Hətta bir neçə dəfə mənə də təklif ediblər. Bir dəfə də dadmışam, heç xoşuma gəlməyib. Tofu dediyimiz soya məhsuludur. Çiğ halda pendirə oxşuyur. Soyanın, bilmirəm, pendirləşmiş bir variantıdır. Dadlı deyil, bəyənmədim tofunu. Dadsız bir şeydir. Baxın dostlar, necə gözəl insanlar oturub sanki təbiət qoynunda dincəlirlər. Çox rahat, çox gözəl. Əvvəllər küçədə, indi də küçədə məhsullar satırlar axşamlar və küçədə satanların bəziləri satdıqları məhsulun qarşısına stullar qoyurdular adamların oturmaq üçün, stol, amma bəziləri də qoya bilmirdilər. Burada isə ortada şərait yaradıblar, insanlar gəlib oturub rahat dincələ bilirlər. Toyuqlardır bunlar, grill toyuqları, çox dadlı olur. Ədviyyatlar vururlar, müxtəlif, düzdür, bizim toyuqlardan biraz fərqlənir, amma o ədviyyatlara görə. Amma çox dadlı olur. Ustritsa var. Bu tam başqa ləzzətdir. Bu düyü bişirir. Bunda çoxlu cürbəcür lapşaları var, cürbəcür ədviyyatları var. Düyü bişirir orada. Çox dadlı olur. Amma lapşa hamısından dadlıdır. Lapşa düyüdən qat-qat daha dadlı olur. Onu çox yaxşı bişirənlər. Burada bir dostum var. Birazdan gedib ondan bir lapşa alacağım. Çox gözəl bişirir lapşanı. Bunlar turşulardır. Amma tam bizim turşular kimi deyil. Müxtəlif meyvələr də əsasən burada. O meyvələri sirkəyə mi qoyublar, nəysə başqa bir şey də qatıblar. Dadlı olur. Əslində qalanda dadlı olur.
Bəzən bizim ağız dadımıza uyğun gəlməyənlər də olur, amma əsasən dadlıdır. Dadlıdır. Sonra nələr var burada? Bu kartofdur. Kartoşka fri. Bu balıqlardır. Bu balıqlar yox, bu kebablardır. Gözəl balıq kebabı. Sonra quru balıq kebabı, quruq balıq kebabı yemisiniz? Yox yəqin ki, amma dadlı olur. Bu çəyirtkədir. Çəyirtkədir, bir dəfə yemişəm, bir daha yemərəm. Heç xoşum gəlməyib çəyirtkədən. Sözün düzü, heç xoşum gəlməyib. Bax buna baxın, bu qarğıdalıdır. Qarğıdalını dənə-dənə şişə taxıb ondan kebab düzəldirlər. Göyərtilərdir, badımcandır. Badımcanı da bir gün çəkib göstərərəm. Necə gözəl bişirirlər, ona baxarsınız. Çox həddən artıq tamam başqa bir aləmdir. Tamam başqa bir aləmdir bunların badımcanın, kebabın bişirməyi. Ustritsa, gözəl. Gözəl dadı var ustritsanın. Onu sarımsaqla, istiotla qarışdırırlar. Oh, gözəl krevetkalar. Bax, qızardıb qoyublar hazır böyük krevetkalar. Çox yaxşıdır. Bunlar kalmarlardır. Kalmar, bizim tapa bilmədiyimiz kalmarlar burada küçədə satılır. Yəni delikates sayılmır bizdəki kimi. Çok karışık sarımsak. Sosu lezzet. Qardaş oradan ürək göndərir. Toyuqları da belə xudmani qızarır. Mən də başlayım öz gözəl yeməklərimdən yeməyə. Çox dadlıdır. Mənə görə bir çox restoran yeməklərindən qat-qat dadlıdır Çinin küçə yeməkləri, street foodu. Bu yeri gəlmişkən yumurtaların için demədim sizə. Bu yumurtaların içində 2 krevetka, 2 mollusk, 2 kalmar var. Sarımsaq istotu da öz yerində çox möhtəşəm dadı olur, çox möhtəşəm. Küçədə oturub yeməyində öz ləzzəti var. Amma əslində bir həmsöhbət olsaydı daha yaxşı olardı. Həmsöhbətlə daha maraqlı olur. Amma bugün belə alındı. Bugün belə alındı. Hər birinizi Guangzhouya gəlib bu küçə yeməklərindən dadmağa dəvət edirəm. İnşallah qismət olsa, nə vaxtsa Çində olsanız, Çinin hər hansı bir bölgəsində olsanız, küçə yeməkləri mütləq dadın, mütləq. Buraya insanlar gəlir, əksər hallarda kebab, dolma, plov axtarırlar. Bəzən McDonald's-dan çıxmırlar ki, yox, Çin yeməkləri bizlik deyil, yeyə bilmirik. Deyirəm, qardaş, bu kebab, dolma evində də var, vətənində də var. Çıxmısan, neçə min kilometr yol gəlmisən, bu boyda Çinə gəlmisən, Çin yeməkləri mütləq dadmaq lazımdır, mütləq. Belə dostlar, bu qədər bəs eləyər məncə. Hər birinizə bol uğurlar arzulayıram. Sağ olun.